Cruise.az-ın dəyərli dostları, müştəriləri, bir çoxumuzun marağına səbəb olan bu havaya qalxan Odisey gəmisidir. Qarşıdakı gəmi Odisey gəmisidir. Odisey Odysseys və 90 metrdən çox daha yüksək qalxan bu şüşə şar yaxud adı hər necədirsə, deməli onun necə qalxdığını göstərəcəm. Hal-hazırda Brilliance of the Seas gəmisindəyik, amma qarşıda Royal Caribbean'ın başqa bir gəmisi dayanıb. Odisey of the Seas. Diqqət edirsinizsə. Və bu nəhəng şar hal-hazırda havaya qalxır və şəhərə çox gözəl bir, əminəm ki, panoramik mənzərə açılacaq oradan. Bu və ya digər gəmilərdə bu şəkildə şüşə şarlarda olanlar yəqin ki, xatırlayırlar və bilirlər. Çox fərqli bir əyləncədir. Və beləcə diqqət edirsinizsə, artıq demək olar ki, 90 dərəcəyə yaxınlaşır. Və ora qalxdıqdan sonra demək olar ki, çox böyük bir ərazi, şey olaraq, üfüqi olaraq bura qədər oradakı insanlar buna baxıb seyr eləyə biləcək. Biz isə aşağıdan baxırıq onlara. Çox ciddi bir məsafə oldu. Hal-hazırda 12-ci mərtəbədəyik, başqa bir gəmidə. Və bu da tam yüksəldiyində, səhv xatırlamıramsa 90 metrdən yüksək idi yerdən olan məsafəsi. Bax belə.